Deyəsən, modal sözdür. Bir modal söz kimi işlənir, bir də ki, feil kimi işlənir. Məsələn, desəm ki, işlərini vaxtında görəsən. Kaş işlərini vaxtında görəsən. Burada nə edəsən? Görəsən. Suala cavab verir. Deməli, burada görəsən feildir. Desəm ki, görəsən bu işlərin axırı necə olacaq? Burada isə artıq modal sözdür. Nəyə görə? Fikrə münasibət bildirdi. Görəsən bu işlərin axırı necə olacaq? Vergüllə ayrıldı. Modal söz. Sonra yaxşıya baxaq. Yaxşı modal söz var. Bax, yazın. Yaxşı modal söz var. Sonra yaxşı zərf var. Yaxşı sifət var. Modal söz kimi deyirəm ki, yaxşı. Gəl gedək. Gəl gedək. Burada yaxşı modal sözdür. Baxın, vergüllə ayrıldı. Fikrə münasibət bildirdi. Zərfdirsə özündən sonra feil gələcək. Deyirəm ki, yaxşı danış. Necə, nə cür, nə tərzdə danış? Yaxşı danış. Vergülsüz ayrıldı, suala cavab verdi. Əgər sifətdirsə, suala cavab verəcək və özündən sonra isim gələcək. Tutaq ki, deyirəm ki, yaxşı iş üz ağardar. Hansı iş? Özündən sonra isim gəldi və suala cavab verdi. Sonra keçək demə. Desəm ki, demə feil kimi işlənir. Demə, bir feil var. Demə, bir də modal söz var. Desəm ki, sirrini heç kəsə demə. Burada nə et? Demə, sualdır, feildir də. Nə etmə? Demə. Deməli, feildir. Bir də deyirəm ki, demə, imtahan asandıymış. Burada artıq modal sözdür. Çünki fikrə münasibət bildirir, vergüllə ayrılır. Demə, imtahan asandıymış. Fikrə münasibət bildirir.